Azad ərazilərə qayıdan sakinlərin sağlamlıqları da diqqət mərkəzindədir. Bu məqsədlə həm profilaktik tədbirlər, həm də səyyar tibbi aksiyalar təşkil olunur. Növbəti aksiya Ağdam şəhərində keçirilib. Ağdam şəhərində keçirilən səyyar tibbi aksiya zamanı 200-dən artıq sakin müayinə olunub. Elmi Təhqiqat Tibbi Bərpa İnstitutunun həkim briqadası onlara nevroloji, antroloji, travmatoloji, dermatoloji, fizioterapevtik, pediatrik reabilitasiya istiqamətlərində tibbi xidmət göstəriblər. Baş gicərlənməm vardı, bir təzyiqim var, ondan əlaqəli gəldim, sağ olsunlar. Onda həkim müayinədən keçirdi. Harası həkimə getməyə ehtiyac duyur. Narahatçılığım vardı, gəldim yoxlanmağa. Elmi Tədqiqat İnstitutunun həkimləri əziyyət çəkib, zəhmət çəkib gəliblər rayonumuza. Hər tərəfli müayinə olundum, yoxlandım. Çox razılığımı bildirirəm, onlara təşəkkür eləyirəm ki, insanlarımızın sağlamlığı keşiyində dayanıblar. Bəzi pasiyentlərə nevroloqlar tərəfindən elektromioqrafiya müayinələri də aparılır. Artroloqlarımızla bağlı demək olar ki, 16 yaşdan yuxarı, 60 yaş ərəfəsində olan bir çox xəstələr, pasiyentlər artıq müraciət etmişdir. Az yaşlılarda demək olar ki, 16 yaşın üzərində və o ərəfədə olan 14 yaşdan artıq bilinir olan xəstələrdə skalyozla bağlı, kifozla bağlı, yəni onurğanın patologiyalarla bağlı xəstələrimiz müraciət etmişdir. Onlara çox yaxından müayinələr aparılmışdır və burada imkan daxilində müəyyən bir müalicələrin yazılması, bununla bağlı olaraq onlara maarifləndirici məsləhətlərin verilməsini artıq biz yekunlaşdırmışıq. Pediatrlarımızda demək olar ki, pediatrik xəstəliklərlə bağlı olan uşaqlarımıza yaxından müayinələr aparılmışdır, məsləhətlər verilmişdir. Səhhətində problem aşkarlanan sakinlərə məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Elnur Tofiq, Elmir İsfəndiyarov, Nərgiz Orucova.